Son günlerde Yunus Bey Şamili İstiklal Şuarı'nın sonucu başlığıyla bir video yaymıştır. Bu videoda güya ki Eldar Qaradağlı'nın hansısa bir təhrifatına cevap unvanlayarak İstiklal təfəkkürünü hedef almıştır ve istiklalçılara bir sürü ifadeler unvanlamıştır ki gerçek dışıdır, gerçekliği yoktur. Gerçi deyil ki rasyonel baxılmasıdır, amma rasyonalizmdən çox uzaq bir ifadelerdir. Ancaq buna girmədən əvvəl bunu demək istəyirəm ki, Eldar Qaradağlı'nı maalesef karakteri subatsız bir karaktere maliktir. Her gün bir partiye değişir. Her gün bir partiye girip bir başkasından istifa verir. Her gün bir bayrak değişir. Her gün demek fikri değişir. Her gün bir cəmiyyətə girir, o birisi cəmiyyətin əleyhinə danışır. Bugün birisiyle oturup sabah onun əleyhinə danışır. Yani bir 6 ay mütəmadi bir fikri müdafiə eləməsini biz maalesef görməmişik. Və maalesef əməlləri hansı fikrə yanaşırsa, hansı fikir daşıyırsa, hansı fikir savunursa o fikrə zərər verir. Ve bunun zararını indi biz çekirik. Bunun zararı bir de budur ki, bugün mesela Yunus Bey bunu bəhanəliyib istiqlal təfəkkürünə saldırıda bulunur. Ve başkaları da tabii ki başka amillərini götürüb, başka əməllərini götürüb. Ona göre istiklalı herhangi bir şahsın əməllərinə değil, o təfəkkürün demək özüne unvanlayaraq biz yanaşsaq daha doğru olar diye düşünürüm. Çünkü şahsılar yanlış eləyə bilərlər. O yüzden de bunu açıqlamaq bir zəruri bildim. Yunus Bey işarə edir ki, deyir ki, Azərbaycan müstəqil Azərbaycan, yəni Quzey Azərbaycan ki var, bugün Azərbaycan Cumhuriyyəti əslində SSR-nin o demək federalizminin varisidir. Yəni əgər SSR-də federal formada olmasaydı, bugün Azərbaycan Cumhuriyyəti olmayacaqdı. Əlbəttə burada demir, daha əvvəllər hətta bunu da işarə eləmişdik ki, məsələn Çeçenistan o qədər savaşdı, amma müstəqil ola bilmədi. Niyə? Çünki orada bir federal deyildi, orada dövləti yox idi. Bir halda ki yanlışdı. Yəni Çeçenistan da cumhuru idi və bir dönəm özü tək cumhur idi, sonra İnquşyanla birlikdə cumhur olmuşdu və əslində SSR fəqət cumhurdan ibarət değildi. Həm cumhurlar var idi, həm eyalətdə federal tərkib, qarışıq bir dənə tərkib var idi ki, Sovyet Union dedilər, yəni Sovyet Birliği deyildilər. İndi bunun birisi cumhur idi, birisi eyalət dövləti idi. Cumhur adı deyildi, eyalət dövləti idi. Ancaq orada olan, o federalda olan o dövlətlərin hamısı müstəqil olmadı. Və hətta müstəqil olanlar da elə buyurun gedin demədilər. Azərbaycan qan verdi buna aldı. Azərbaycan 20 yanvar demək faciəsi, qətlamı Azərbaycanın başına gətirdilər. Dünyanı SSR-nin təpəsinə və hər yerdən etirazlar gəldi. O qanların, o şəhidlərin, o xalqın müqavimətin nəticəsində o meydanlarda demək qan verə-verə bu istiqlal əldə olundu. Elə buyurun gedin, siz cumhuruduz gedin deyilmədi. Və aynı zamanda SSR-nin bizə vurduğu zərər, burada ona girmədən bunu da deyim. Bundan əvvəl yani SSR'nin federal veya cumhuri qurumunun esasında değildi. Belki Azerbaycan Cumhuriyeti SSR'den daha evvel kurulmuştu. Ve Lenin geldi işgal elədi Azerbaycan Cumhuriyetini, ilhaq elədi, işgal elədi və paramparça elədi. Yəni bugünkü cumhuru ki vardı, bizim cumhurumuzdan çox balacadır. Bir hissəsini Lenin verdi, Lenin değil, Stalin verdi, demək Gürcüstana bir hissəsini verdi. Ermənistana paramparça elədi. Yəni bir dənə Azərbaycan verdilər bizə ki, bu başının o başına irtibatı yoxdur. Bugün Naxçıvana istəsə bir dənə kargo göndərsin, göndərir Gürcüstandan, Qaradənizdən gedir Türkiyəyə, Türkiyədən çevirir gətirir, Iğdırdan verir Naxçıvana və ya gəlib nəni
demək buradan Güney Azərbaycandan keçirir, aparır Culfadan keçirir, Naxçıvana versin. Bir məmləkət amma iki parça. Bu yəni SSR-nin həmən sizin iddia elədiyiniz federalizmin sonucudur. O parça elədi bu vəziyyətə saldı ki, biz indi o toprağımızın o birisi başına getmək üçün tünel vururuq. Yer altından bir şey istəyirik düzəldək, gedək oranı bağlayaq, əlaqə quraq. Ya məsələn bir körpü vuraq. Bunun üzərində gedirik. Yəni bu SSR-nin, İttihat-ı Şurəvinin sonucudur, faciəsidir. Bu faciə ilə İran adlanan yerdə federal olsa, elə İranda da bu olacaqdır. Yəni Urmiyanı ayıracaqlar, eləyəcəklər bir ayrı federal, deyəcəklər də Kürt federalıdır ya, Türk federalıdır ya, hər nədirsə. Yəni həmən o torpaqları ki, Azərbaycandan aldılar, verdilər Ermənistana. Bu dəfə də Azərbaycandan alıb verəcəklər Kürtlərə. Demək, Zəncanı ayıracaqlar bir ayrı əyalətdir. Həmədanı ayıracaqlar bir ayrı federaldır. Ərdəbili ayıracaqlar bir ayrı federaldır. Təbrizi də deyəcəklər ki, bu da Azərbaycan. Yaxşı, indi yəni bu parça vəziyyətində federalda zəiflədib, elə bir günə salıbdır ki, bir-birinə qarşı qoyub və demək, bizə bir dənə parça zəif, balaca bir Azərbaycan, onu da verməyəcəklər, ya savaşa qalaq. Və ya məsələn, indi məsələn Yugoslaviyaya baxaq. Yugoslaviyada Kosovo cumhuru deyildi ki, amma dövlətdir bu gün. Kosovo yox idi o federalın tərkibində. Yugoslaviya Federasyonunun tərkibində Kosovo yox idi. Amma dövlətdir bu gün. Yəni ki, bu ki, bunlardan bəhanə gətirib, səbəb gətirib də illa ki, federalizmdən istiqlala keçid ola bilər, federalizmdən keçməsən istiqlal olmaz. Bu yanlışdır, bu doğru deyil. Bəlliyə də ola bilsin ki, o taktikdən adam istifadə eləsin. Əgər yəni bizim bugün Güney Azərbaycanı nəzərdə tutanda biz istəsək federal da olmağa, istiqlal da olmağa eyni qanı verəcəyik. Eyni mübarizə lazımdır. Ancaq əldə elədiklərimiz fərqli olacaq, eyni olmayacaqdır. Əgər istiqlal uğrunda vuruşursa, istiqlal alırıqsa çox şey alacaq, amma federal alırıqsa az şey alacaq. Amma eyni həzinə nə? Yəni siz güman eləməyin ki, İranı gətirib səhər federal verəcəklər və biz də deyirik ki, istəmirik. Sən çəkilin kənara, mən gedən topança götürüm, silahımı götürüm, gəlmə səni öldürüm, eləyim müstəqil. Verməyəcəklər bunu, vuracaq savaşa qalaq. Yəni qan verəcəklər. İkinci faktor ki, Yunus bəy gətirir, Əraqda Kürdistanı misal gətirir ki, Kürdistan müstəqil məclisindən də keçdi, amma müstəqil ola bilmədi, tanımadılar, eləmədi. Demək, Əraqda Kürdistanla Azərbaycanı müqayisə eləmək əbədə doğrudur. Əlbəttə biz Azərbaycan fəqət deyil İran adlanan yerdə. Azərbaycan ən böyüdür, yəni 30 milyonun üzərində Azərbaycan Türkçü və bunun kənarında ərəb vardı. Neçə milyon, 5-6 milyon ərəb vardı. 3 milyon, 4 milyon Dalıç vardı. 2 milyon yarım, 3 milyon Türkmen vardı. 3 milyon, 4 milyon Kürt vardı. Yəni bunlar hamısını yığanda bir yerə İran adlanan 85 milyon əhalisi vardı. Bunun bir 60 milyonu istiqlalçı olur. Yəni bu Ərağın sayından da belə çox-çox-çoxdur. Ərağın özündən çox-çox-çoxdur. Gətirsə bunu 3 milyon Kürdlə müqayisə eləyib demək ki, Kürt onlar ala bilmədilər, biz də şey elə bilmək. Amma məsələn bu tərəfindən deyək ki, məsələn Montenegro da istiqlalını ala bildi. Və ya məsələn elə həmən Ərəb körfəzində əgər məsələn Kürdlər Türkiyənin sınırında olmasaydılar, əcəba Ərəb körfəzinə yaxın olsaydılar, yenə də bunun istiqlalı ilə müxalifət olacaqdı. Yox, olmayacaqdı. Türkiyə, çünki Kürdistan Avropaya Türkiyədən yol açar və ya Suriyadan yol açar. Yəni bunun Avropaya gedəcək yolu yoxdur. Nəticədə amma Ərəb körfəzində olsaydı, indi müstəqil də olmuşdu. Yəni ki, onu bəhanə eləyib də Əraqda Kürdistan rəy də gətirdi, qoymadılar deyə, bəs istiqlalçılar esnək xalqı məyus eləməyə, istiqlal təfəkkürünü taxta eləməyə, onu təxrib eləməyə çalışmaq doğru deyil. Möhkəm arqumentlər qoymalısınız ortalığa ki, niyə bu olmur? Yunus bəy demək çalışır, göstərsin ki, deyir ki, istiqlal elə 5-3 nəfər istiqlal deyir. İstiqlalın xalq içində bazası yoxdur. Yəni və bir tərəfdən də deyir ki, gəlin
idealist baxaq, bəzi məsələyə realist baxaq. Bir tərəfdən də rasional təhlil edir. Nə real baxır, nə də ki, rasional təhlil edir. Yaxşı, indi deyərsiniz, məsələn, istiqlalın bazası yoxdur. Nəyə dayanaraq bunu deyirsiniz ki, istiqlalın Azərbaycan milli hərəkatında istiqlal təfəkkürünün paygahı yoxdur? Bunu bir verilər ola da. Yəni siz əlinizdə bir səbəblər olmalıdır bunu iddia eləmək üçün. Amma sənədlər, səhnə, meydan, xiyaban, şüarlar, Azərbaycan milli hərəkatının göstərir ki, ümumi, zati, bütövlüyü istiqlal təfəkkürünün demək təsirindədir və istiqamətindədir. İndi çoxları istiqlalı deyə bilmir, açıqca şüarını verə bilmir, amma istiqamət istiqlala gedir. Baxın, məsələ, bugün Güney Azərbaycanda, Urmiyada indi bəziləri 700 min nəfər, bəziləri 600 min, bəziləri 500 min. Mən deməsən 100 minlər deyək də, deyək 100 min, 200 min, nə qədər deyiriksə. Azərbaycan gənci, millətçisi bozqu tutub oluyor. Və deyir, Təbriz, Bakı, Ankara, biz hara, Faslar hara, biz hara, Kürtlər hara. Bu nə düşüncəsidir? Bunlar federalçıdırlar. Bunlar İrançılar da belə deyirlər. Bu bozqu tutanlar mərkəzçilərdirlər. Bozqu tutanlar federalistlərdirlər. Yəni sizin real baxışınız hardadır? Siz nəyi rasional deyirsiniz, ağlanı deyirsiniz? Bu xiyabanda cəmaət bozqu tutub, bunlar ay kürəsində filan da deyirlər, hə? Bunlar başqa ölkədə də deyil, Urmiyadadır, bunlar Təbrizdədir. Təbrizdə 100 min nəfər, 150 min nəfər üstadımın ətrafında bozqu tutur, uluyur, işarəli, demək, siz deyirsiniz ki, bunlar federalistdirlər. Yəni onlar federalistlər bozqu tuturlar. Bu bozqu tutanlar, bozqu şüar verənlər, Təbriz, Bakı, Ankara deyənlər federalistlərdirlər. Mən bilmirdim bunu. Yəni bizim federalistlərimiz əgər stratejisi Təbriz, Bakı, Ankara üzərindədirsə, onlar mən də onda federalistəm. Yəni onda bizim bir davamız yoxdur. Amma mən bildiyim, o federasiyaya deyirlər ki, Tehranda məclis quraq və oradan bir şeylər tələb eləyək. Məsələn, Azərbaycan dilini azad eləsin, elə farscanı da biz danışacaq, fars dili də olacaq. İcazə verin, məsələn, yanında biraz da Türkçə şeirlər falan azadda cəmaət oxusun, filan eləsin. Mən bildiyim federasiya onu istəyir. Siz fərqli istəyirsiniz, bilirəm, fərqli, siz onlardan fərqli bir şey ifadələriniz var. Amma o səhnə nədir? Meydan nəyə göstərir? Meydan bizim əlimizdədir. Meydanda millət bozqu tutur ulu. Və bu bozqu tutub ulamaqda bizim İstiqlal Partiyasının istisna rolu vardı. Bozqu Azərbaycan milli hərəkatında attaq-buttaq bəri başından var idi, göstərirdilər, tuturdular. Amma bunu ümumiləşdirməkdə, bunu özəlliklə də ulamağı, özəlliklə deyirəm, yəni onu demək burada hərəkətin simgəsizmi göstərməyə, ulamağa və bozqu tutmağa israrla dayanan İstiqlal Partiyasıdır. Və bunu hamı da şahiddir. Biz çağırdıq 2009-cu ildən çağırdıq ki, 21 Azərdə damlardan bozqu səsi çıxaracaq, ulayacaq. Hətta mənə hücumlar oldu ki, özün bir ula görək, cəmaəti ulamaq, heyvan olmuşsunuz, heyvan səsi çıxartmağa çağırırsınız. Və mən də televizyonda da bozqu tutdum Günəş TV-də və uladım da. Və 3 həftə sonrası stadionlarda Quran oxuyanda demək 70 min, 80 min Azərbaycanlı bozqu tutdu, uladı, o Quranın səsini də kəsdi. Və elə bu davam elədi. Davam elədi. Gəldi bugün 100 minlər Urmiyada, xiyabanda bozqu tutur, ulur. Bunlar federalistdirlər. Bunlar istiqlalçı deyirlər, nədirlər? Siz yəni meydanda istiqlalçıların təfəkkürüdür. İstiqlal təşkilatı, partisi və ya filanı zəif ola bilər. Bəli, bizim o imkanatımız yoxdur o hərəkəti müdiriyyət eləməyə. Amma təfəkkür İstiqlal təfəkkürüdür, hakim. Hakim təfəkkür istiqlal düşüncəsidir milli hərəkətdə. Və bunu görürsünüz. Hər yerində görünür. Dəqiqəsində şüarlara baxaq. Və Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun. Bu federalist şüarıdır. Ya bütöv Azərbaycan şüarıdır. Bütöv Azərbaycan şüarıdır. Və 10 $, Səttarxana uçsalarıq Tehran'a. Haray mən Türkəm.
Təbriz, Bakı, Ankara biz hara faslar hara? Yani bu sizin iddia elədiyiniz o faşlarla istəyirsiniz, təbəən eləyəsiniz, dövlət qurasınız, məclis qurasınız və o məclisdən də Azərbaycana bir haqlar, güya ki bundan artıq bir haqlar tanıyacaqsınız. Ondan əslən ziddiyyətlər bir-birini tamamilə nəf edirlər bu düşüncələr. Yəni meydan, xiyavan, küçə, millət, cəmaət hamısı istiqlalçıdır. Amma siz deyirsiniz, İsraillə deyirsiniz, istiqlalın bazası yoxdur. İndi yaxşı, bunu bir dənə siz də bu təzahürat kimi bir təzahürat göstərdin ki, məsələn orada deyiblər, federal deyiblər da. Çıxsın desinlər ki, məsələn biz federal istəyirik. Məsələn İrançı, biz əslən İran istəyirik. Siz də bir 1000 nəfər, 100.000 demirəm, 1000 nəfərlik, 100 nəfərlik var. Təbrizdə, Urmuda yola salın ki, çıxsınlar desinlər ki, biz federal istəyirik də. Çıxmazlar ki, yoxdur ki, Azərbaycanda federalist yoxdur. Azərbaycan milləti buna yetişibdir ki, bu işğalı dəf eləmədən məsələ həll olunmayacaqdır. Və nəticə etibarilə sizin bu küçümsədiyiniz demək hər hansı bir ifadələ desək, bu aşağılamağa çalışdığınız, danmağa çalışdığınızı maalesef rasyonal baxışımın ifadə eləməyiniz Sayın Yunus bəy əsla uyğun deyil. Yəni rasyonalizmə, aqlaniyyətə, məntiqə, insafa əsla uyğun deyil. İndi siz özünüzü dilxoş eləyə bilərsiniz ki, məsələn millət federalçıdır. Baxın, Urmuda o təzahürat bütün dəngələri dəyişdi. Bütün dəngələri, siyasi dəngələri, həm daxili, həm beynəlmiləl dəngələri dəyişdi. Və elə oldu ki, İran işğal rejimi indi Azərbaycan milli hərəkatını demək, ona alternativ düzəltmək üçün açıq meydanı buraxdı. Yəni bir şeyləri gətirdi, indi imza yığırlar da düzəliblər. Yəni o bozqurdun qabağını alsın deyə o yırtacaq da, bu dağıdacaqdır, bu İranı məhv eləyəcəkdir. Çıxır, xiyabanda barmağını soxur pasların gözünə, soxur Farsın gözünə, soxur Pəhləvinin gözünə, soxur İranın gözünə. Deyir ki, bura Azərbaycan deyir, mən Təbriz, Bakı, Ankara deyir. Didəcək də, bu dağıdacaqdır. Gəlib neyini? Gedib o manqurtları, fosilləşmələr çıxardıb ki, bir şey yazın ki, Azərbaycan sahilə əmni İrandır. Gətirib deyini, imza yığır, toplayır ki, bəlkə məsələn bunu yumuşada bilər. Deyir ki, indi adətə belədir ha, adətə belədir. Baxın, bir Xordadı hərəkatında əslində orada da Güney Azərbaycan İstiqlal Partiyası əsas rol oynadı. Günas TV-dən biz bu şəxslərlə Güneydə danışdığımız bir serisi bunların əsasən ona müxalifdirlər bir Xordadda təzahüratına. Bizi demək nədir macəracılığa ittiham eləyərək çox belə demək saldırgan dilindən bizi təxrib eləməyə çalışırlar. Bu xiyabana çıxmağın əleyhinədirlər. Amma biri Xordaddan sonra Tehran nədir? Tehran yığdı bunları apardı Tehrana ki, məsələn müxatəb aldı da, o özü istəyir kimi müxatəb alsın. Yəni ki, deyir ki, mən burada istiqlalçını müxatəb almayacağım. Nəticədə xiyabanda istiqlalçılar bağırır, vurur, yıxır, yandırır, şeyli. O cədə o tərəfdən bir dənə manqutu götürür, aparır ki, məsələn, Hizb-i Tudənin qalıntısındandır, filandandır, Behmandır, götürür, aparır ki, gəl, otur danışaq Azərbaycanda, deyir ki, Azərbaycan dilini universitetlərdə klas qoyun, filan edin. Yəni, bizim o xiyabanda istiqlalçı savaşımızı gətirir, o qədər düşür, əzin, sındırır, qol qanatını vurur ki, gətirir ki, universitetlərdə bir dənə klasdan xülasələşdirsin. Amma bacara bilmək. İndi də o Urmudan sonra baxın Kürdlər dərdlər bir-birinə. Yəni Kürd təşkilatları indi kimi deyirlər ki, Urmiya Kürdistandır da. Kürdlər hər yerdə hay salmışlar İsrailə, Əraq kürdlərinə, Türkiyə kürdlərinə, Suriyə kürdlərinə, Amerikaya, Avropaya ki, Urmiya Kürdistandır deyə təbliğat aparmışlar. Güc göstərdilər ki, yəni bu qədər bizim əhalimiz var, gücümüz var, planımız var və buna görə də bütçə alırdılar. İndi Əraq iqlimindən Kürdləri qobla fişarə ki, bəs siz bizə yalan demişsiniz bu günə qədər.
Bizə deyirdiniz ki, Urmiya Kürdistandır, bozqurt tutublar. Burada yarım milyon adam xiyabanda bozqurt tutubdur. Kütlər bozqurt tuturlar. Siz bizi aldatmışsınız. İsrail vurup bunların kəlləsini deyir ki, siz bizə indiyə kimi yalan demişsiniz, pul almışsınız bizdən. Ama orada bozqurtlar çıxdı xiyabana. Avrupa aynısı, Amerika aynısı. Türkiye'de Türkçe Kürt grupları indi İran Kürt partilerine baskıya salıblar. Bəs nədir siz deyiriz bəs bura Kürdistan'da ne oldu? Niye yalanlarsınız? Bəs bunlara etimat qalmadı, etibar qalmadı. Çox pis vəziyyətdə. Öz işlərində belə bu məsələni açıqlaya bilmirlər. Öz işlərində indi problemlər çıxıbdı. Hətta bir sürü havardarlarına ki, məsələn, bilinçsizdirlər. Onlardan pul alırdılar ya yardım edəcək onlara deyirlər bura Kürdistandır. İndi onlara sual icad olur ki, necə Kürdistan'da burada bir belə bozqurt vardı? Bizi niye yalanla bir dənə problemin içine çəkirsiniz? Bu kütlənin qarşısında, tüylərin qarşısında qoyursunuz. Demək, yəni ciddi bir töküşlə, problemlə üz-üzədir. Bu tərəfdən o nədir? Burada çok ince bir nokta vardır. Yunus Bey, siz təhlil edəndə bir siyasetçi kimin məsələləri bir-birinin yanına qoyacaqsınız. Baxın, biri demem 2 Fərvərdən Urmiyada o etirazın ardından çok hem beynəlxalq hem İran Adana'da çok şeyler değişti. Dəngələr aslında değişti. Alt üst oldu. İran ki daş verirdi, daş atırdı, baş vermirdi. Nerede başladı bu defa Amerikanla müzakireye. Trump'la müzakireye ışık verdi. Yaşıl ışık açtı ve getdilər indi müzakireye gedirlər. Dikkat edin Trump ne değil? Trump'ın söhbətlərində 3 dəfə indiyə kimi bunu kullanıbdı, işlədibdi. Deyir ki, mən istəyirəm ki, İran böyük qalsın. Bunu Urma hadisəsindən, Urmudakı bozqurt hərəkatından sonra deyibdi bunu. İran böyüməyəcəksin. Yəni ki, desin ki, istəmirəm İrana deyir ki, məşəsçilərə deyir, Cumhur İslamiyə deyir ki, bax məndən anlaşmasaz, bu Azərbaycanlılar müstəqil olacaq. Tühlər sizi dağıdacaq. Mən istəmirəm siz balacalaşasınız, bölünəsiniz, parça olasınız. Gəlin oturun masaya. Və qoşa-qoşa da otururlar. Elə də demək sevincindən gedirlər ki, hər dəqiqə başında Amerikadan qabaq Əraqçı mesaj verir ki, çox yaxşı getdi, çox anlayışlıydı, çox ehtiram qoydular, çox filan oldu. Yəni müsbətdir. Elə istədiklərini də verəcəklər. Çünkü meydan onu gösterir. Yani o bozqurt istiqlalçı hərəkat demək Amerikanın da masasındadır. İsrailin de, Avrupanın da, Türkiye'nin de, Azərbaycanın da hamısını. İndi bunlar həyata keçirələ, keçirtməyələ bir ayrı bir məsələdir. Ama o Urmudakı o 100 bin nəfər bozqurt tutub və etiraz aksiyasında o şuarları səsləndirməsi bütün Azərbaycanın bölgədə gücünü bütün dünyaya çıplaqlığı ilə qoydu, göstərdi. Kimsə indi bu gücün qarşısında nə Amerika, nə İsrail, nə Fransa, nə herhangi bir güc bu istiqlalçının qarşısını ala bilməz. Mümkün deyil. Necə Amerika gələcək bizlə cəng eləyəcək orada ki, məsələn, qoymuram müstəqil olasınız. Kütləri saracaq qabağımıza. O kütlər zaten orada qaçdılar qarşımızda. Zaten bunlar kütlərə elədiklərini eləyiblər. Kütlər Əraqda yalan dedilər, əlləri oxundu. Suriyədə yalan dedilər, əlləri oxundu. Türkiyədə yalan dedilər, əlləri oxundu. Batı Azərbaycanda, Azərbaycan torpaqlarına iddia elədilər, yalan dedilər, əlləri oxundu. İndi Əhvaza iddia edirlər. Yəni bu elə bir hərəkətidir, istiqlalçıların bu hərəkəti, Azərbaycan Milli Hərəkatının bu bozqurtların bu hərəkəti elə bir cavabıdır ki, yəni bütün siyasi dəngələri dəyişdirdi. Siz bu gücü xiyabanda görmürsünüz. Bu istiqlal gücüdür. Bunu xiyabanda görmürsünüz. Deyirsiniz ki, istiqlal bazası yoxdur.
Məgər ki, siz başqa bir formada güclü bir arqumentlə bunu isbat eləyəsiniz ki, Oxyavanda bozgu tutanlar federalistdirlər, İrançıdırlar, mərkəzçidirlər və s. Yəni beləncə bir sübut eləyəsiniz də. Və ya bunu sübut eləmədiyinizdə onda sözünüzü geri alıb və qəbul eləməlisiniz ki, Azərbaycan Milli Hərəkatında qalib təfəkkür halkın içinde bütün katlarında yerleşmiş oturmuş tefekkür, istiklal tefekkürüdür. Şimdi yeri düşende, zamanı düşende ne bunu nümayiş ediyor. Ve bu günden itibaren yani Urmu'dan itibaren Urmu iki Fərvərdindən bu tərəfə biz daha İran işgal rejiminin Azərbaycanda hər hansı bir dənə eyləmə təşəbbüsünü görməyəcək. Çünkü o dersini aldı ki, bu Azərbaycanda hər hansı bir eylem istəsə qoysun, millətçi, milli hərəkatın bu qədər gücü vardı ki, onu rejimin əlindən çıxarıb əleyhinə çevirib və nənəsin demək milli şüarlarını səsləndirərək bir istiqlal hərəkatına çevirə bilsin və bu qorxudan bu yoldan çıxaraq qorxusundan Azərbaycanda hər hansı bir belə toplantıya, eyləmə filansa da yol verməyəcək. Amma bunlar da keçici, yəni bu çox sürməyəcək, uzun sürməyəcəkdir. Nəticə etibarilə, yəni bu faktları mən gətirməkdə bunları istədim deyim ki, Yunus bəy, o iddia edirsiniz ki, real baxıb və rasionalist təhlilçi kimin elədiyiniz, iləri sürdüyünüz iddiaların heç birisi nə realdır, nə də rasionaldır. Bəlkə elə istəyirsiniz, öz düşüncənizə görə təbir eləməyə çalışırsınız. Siz o zaman bu iddianı elədiyiniz təqdirdə möhkəm sübutunuz da olmalıdır. Yəni bir dənə də məsələn bir 10.000 nəfərlik də eyləm göstərdin. Yoxsa Hizb-i Tülənin qırıntılarını İran işgal rejimi yığıb da onların demək millətçi qılığına girmiş. İndi eşitdik içəridə vardılar bizim hərəkətə girmiş Hizb-i Tülənin necə ki milli hökuməti dağıtdılar, hərəkatı da dağıtmaq üçün içimizə milli adla, milli şüarla, milli deyimlə giriblər. Milli geyimlə giriblər və bunu içəridən hərəkəti demək xunsalaşıb yox eləməyə, milli hökuməti dağıdıb İrana təqdim elədikləri kimi milli hərəkəti də özü dağıtmağa çalışırlar və bunlar daha da bəlli hamısını bilirik və yeri zamanı gələndə də özlərini göstərirlər. Ümid edirik ki, siz bunlara diqqət edin və bunlardan səhvinizi ayırasınız.